Mingəçevir şəhərində Mingəçevir Dövlət Universitetinin ev sahibliyi etdiyi davamlı inkişaf strategiyası, qlobal trendlər, milli təcrübələr və yeni hədəflər adlı 3-cü beynəlxalq konfrans keçirilib. 6 dekabr tarixində öz işinə başlayan konfrans, konstitusiya və suverenlik ili çərçivəsində və Mingəçevir Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və HBN qrupun birgə təşkilatçılığı ilə baş tutub. Mingəçevir şəhər Heydər Əliyev mərkəzində keçirilən açılış mərasimində şəhər icra hakimiyyətinin, Mingəçevir Bələdiyyəsinin, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının rəhbərliyi, Azərbaycan Texniki Universitetinin professoru Vilayət Vəliyev, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, Türkiyə Respublikasının Gəncə şəhərindəki baş konsulu Recep Öztov, həmçinin Azərbaycan və digər 19 ölkədən ali təhsil və tədqiqat institutlarını təmsil edən görkəmli alimlər, professor müəllim heyəti, tədqiqatçılar, tələbə və magistrantlar iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər. Ardınca Mingəçevir Dövlət Universitetinin tələbələrinin hazırladıkları startap layihələrindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə təqdim olunan məhsullar, müasir texnologiyalar, süni intellekt tətbiqləri, yaşıl enerji həlləri və sosial innovasiya layihələrini əhatə edib. Konfransın rəsmi hissəsi ümummilli lider Heydər Əliyev və şəhidlərimizin müqəddəs xatirəsinin bir dəqiqəlik sükutla anılması, ardınca Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmailov müstəqil Azərbaycanın 35 illik inkişaf yolu, xüsusilə də Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söz açaraq 3-cü beynəlxalq elmi konfransın Azərbaycanın və Mingəçevir şəhərinin gələcək inkişafına mühüm töhfə verəcəyinə inandığını bildirib. Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov konfransın əhatə dairəsi barədə məlumat verərək bildirib ki, tədbirə dünyanın 19 ölkəsindən, eləcə də Azərbaycanın 24 ali təhsil və tədqiqat mərkəzindən olan alim və tədqiqatçılardan 600-dən artıq tezis və məqalə daxil olub. Rektor qeyd edib ki, Mingəçevir Dövlət Universiteti bu beynəlxalq elmi konfransın ev sahibi kimi qlobal çağırışlara uyğun, yeni bilik və innovativ yanaşmaların müzakirəsinə xüsusi önəm verir. Onun sözlərinə görə, davamlı inkişaf konsepsiyası həm milli inkişaf strategiyalarının, həm də ali təhsilin gələcək hədəflərinin müəyyənləşdirilməsində əsas istiqamətlərdən birinə çevrilib. Əsas məqsəd həm Mingəçevirin, həm regionumuzun inkişaf etdirilməsi üçün yeni strategiyaların burada müzakirəsidir və biz ilk dəfə olaraq Azərbaycan Texniki Universiteti ilə bir yerdə burada yeni klasterin yaradılması ilə bağlı tədbir başlamışdan öncə bir müqavilə imzaladıq. Energetika sahəsində və elektroenergetika sahəsində hesab edirəm ki, şəhərimizin alimlərinin və gələcək mütəxəssislərin yetişməsində bu müqavilə, bu strategiya çox mühüm rol oynayacaq və bundan sonra da bunun davamlı olmasını arzu edirəm bu strategiyanın. Yalnız energetika sahəsində deyil, eləcə də bu konfransda xüsusilə bilirsiniz ki, Mingəçevir özü turizm potensialı yüksək olan bir şəhərdir. Bu turizm potensialının inkişaf etdirilməsi üçün Amerikadan və Birləşmiş Krallıqdan, eləcə də Çindən mütəxəssislər gəlmişdir və onlar Mingəçevir şəhəri üçün yeni tətbiqi xüsusiyyətlərə malik olan strategiyalar burada belə deyək də sərgiləyəcəklər. Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev isə çıxışında konfransın elm, texnologiya və innovasiya sahəsində qlobal trendlərin müzakirəsi üçün nadir platforma yaratdığını, eyni zamanda müasir dövrdə süni intellekt, yaşıl enerji, kiber təhlükəsizlik, rəqəmsallaşma və 4-cü sənaye inqilabı ilə bağlı dəyişikliklərin cəmiyyətin bütün sahələrinə təsir göstərdiyini diqqətə çatdıraraq, Azərbaycan universitetlərinin bu dəyişikliklərə adaptasiyası üçün universitetlərarası əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb. Açılış nitqlərindən sonra konfrans proqrama uyğun olaraq protokol çıxışları ilə davam edib. Qeyd edək ki, davamlı inkişaf strategiyası mövzusunda konfransın birinci buraxılışı 10-11 dekabr 2021-ci ildə, ikinci buraxılışı isə 8-9 dekabr 2023-cü ildə keçirilib. Bu elmi ənənənin davam etdirilməsi ölkəmizin elm, intellektual mühitinin inkişafı və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm rol oynayır. Elgiz Mahmudov, Faiq Kərimov, Vasif Lətifov, Mingəçevir.